Bugün sizinlə asan hazırlanan ləzzətli kurabiye resepti paylaşıram. Bir yumurtanın üzərinə 100 qram şəkər pudrası, duz, vanil və 100 qram bitki yağı əlavə edib qarışdırıram. Hazırlanmış kütlənin üzərinə 240 qram un və bir bağlama qabartma tozu əlavə edib xəmir yoğururam. Yumşaq, ələ yapışmayan xəmir olur. Resepti isə dəqiq ölçüləri ilə videonun açıqlama bölməsindən görə bilərsiniz. Hazırlanmış xəmirdən 16 ədəd yumru topu hazırlayıb, soba listinə yığıb, üzərində isə çəngəllə naxışlar edirəm. Kurabiyələri öncədən isidilmiş 180 dərəcəlik sobada 13 dəqiqə bişirirəm.